Bu oğlanın adı isə Muhammeddir. Telmanın dayısı oğludur. Onun ağır texnikalar və yük maşınları olan bir şirkəti var. Günlərin bir günü gözəl rayonlarımızın birində yol çəkilişi üçün elan olunmuş bir tender rast gəlir. 500 min manat dəyərində olan layihəni analiz edən Muhammed anlayır ki, bu işi tək görə bilməz. Ona görə də dostu Yusifə zəng edir. Yusifin isə balaca bir asfalt zavodu və 20-yə yaxın mühəndis usta briqadası var. Yusif, çox qazanclı bir layihə tapmışam, amma bu işi tək görə bilmirəm. Gəl bu işi səninlə birgə, ortaq şəkildə görək. Texnikalarla maşınlar məndən olsun, asfalt və işçilər səndən. Yusif razılaşır və bir neçə gün sonra onlar müqaviləni imzalayırlar. Anlaşırlar ki, birgə sahibkarlıq fəaliyyətinin uçotunu Muhammed aparsın. Baş mühasibində olduğu toplantıda Muhammed deyir: "Nə yaxşı oldu, nə sənə ədəbi etsən, nə də mən. Deməli, burada ədəbi olmayacaq." Baş mühasib isə gülümsəyərək sözə qarışır: "Muhammed bəy, bu dəfə məsələ biraz fərqlidir." Muhammed təəccüblə soruşur: "Necə yəni? Axı biz ikimiz də ədəbi dəyətçisi deyilik?" Baş mühasib isə cavab verir: "Düzdür, amma qanun birgə sahibkarlıq fəaliyyətini başqa cür tənzimləyir. Hüquqi şəxs yaratmadan, yəni yeni şirkət açmadan ortaq biznes qura bilərsiniz. Amma dövlət ədəbini tələb etmək üçün qarşısında konkret bir nəfəri görmək istəyir. Sənəd üzərində ortaqlar çox olsa da, vergi hesabatlığı baxımından uçota aparan tərəf ayrıca şəxs hesab edilir və bütün öhdəlik onun üzərinə düşür." Bu hekayədə Muhammed artıq bir neçə il idi ki, fəaliyyət göstərirdi. Bəs elə bir hal ola bilərmi ki, siz yeni şirkət açasınız, fəaliyyətə yeni başlayasınız, amma dövlət sizə desin ki, təbrik edirəm, sən artıq ədəbi dəyətçisən.